Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və selamu alə nəbiyyina Muhammedin və alə alihi və ashabihi əcma'in. Əmmə bə'd. Deməli, bu Qasım Səfərov adlı bu rafizi yeni bir video hazırlayıb. Güya indi cavab verib. Keçən videosuna baxsaq, oradakı gətirdiyi misallar, oradakı gətirdiyi məsələlər çox gülünç və biabırçı bir söhbətlər idi. Biabırçı bir misal gətirdi, özünü güldürdü cəmaata. İndi təzə bir video hazırlayıb. Eyni şeyləri deyir, eyni şeylərdir, təzə bir şey gətirmir. Sadəcə fərqli misallarla. Keçən dəfə nə misal gətirdi? Biz ki o ayətləri gətirdik ki, sahabələrdən Allah Taala razıdır, mühacirlərdən və ənsarlardan onları tərifləyir, onlara cənnət vəd edir. Qayətdə o ayətlərin müqabilində dedi ki, bu davamiyyətdə yəni razılıq deyil də. Bu necə ki bir kişi gəlir bir uşağa konfet verir, qonşunun uşağına. Qonşunun uşağının da atası qayıdır, deyir ki, Allah səndən razı olsun. Sonra səhəri günü həmin o konfet verən gəlir uşağa şillə vurur. Deməli, o atası indi təzədən desin, Allah səndən razı olsun. Yəni bu misalı Allaha gətirir, belə bir misal. Və bu misalla yəni belə çıxır ki, Allah Taala bilmirdi ki, sahabələr dindən çıxacaqlar, mürtəd olacaqlar və cəhənnəm əhli olacaqlar. Necə ki bu kişi, yəni uşağın atası bilmirdi ki, sabah bu konfet verən onun uşağına şillə vuracaq. Yəni Allaha cahillik nisbət edir. Və indi çıxdı güya cavab verir. İndi çıxdı cavab verir və bir dənə burada çox belə maraqlı bir misal gətirib. Yenə biabırçı özünü güldürür, yenə cəmaat özünü güldürür. Baxın bir dənə bu misala. Bir nəfər əgər vətənə xidmətə görə bir nəfərə prezident orden verirsə, o sonra 10 ildən sonra məsələn Allah eləməmiş vətənə xəyanət etsə, o vətən xaini elan edilir. Burada heç kim prezidenti qınamır ki, sən bilmirdin o məsələn vətən xaini olacaq. Xeyr, hamı bilir ki, orada ona niyə görə medal vermişdi? Çünki salih əməl etmişdi, vətənə xidmət etmişdi ona görə. Və o xidmətdə qaldığı müddətdə, sədaqətində qaldığı müddətdə o rızayət, o orden keçərlidir. Artıq səhv iş görsə, xəyanət etsə, o rızayət onun üzərindən götürülür. Yəni bunun gətirdiyi misala baxın. Yəni çox gülünç və biabırçı və cahilcəsinə bir söhbət. Misala baxın. Yəni bu misal o biri misalın heç bir fərqi yoxdur, yəni nəticə etibarıyla və yenə deyirəm, Quran ayətləri ilə sənə cavab verəcəm. Çünki Qurani-Kərim əlhəmdülillah kifayətdir və sizin bu gətirdiyiniz batillərin puç olmasında elə Quran ayətləri kifayət eləyir. Yəni yenə də bunun misallarından belə çıxır ki, Allah razı oldu, sonra narazı oldu. Ayətlərdə açıq-aşkar Allah Taala mühacirlər barəsində, ənsarlar haqqında onları mədh eləyir, onları tərifləyir və mühacirlərə, ənsarlara, o səhabələrə Allah Taala cənnət vəd eləyir, bağışlanma vəd eləyir, bol ruzi vəd eləyir. Yəni Allah Taala vəd edir. Və bu deyir ki, Allahın vədi onlar imanda olduğu sürəcə keçərlidir. Yəni Allah Taala vəd eləyibmi cənnəti, rızasını? İmanda olduqları sürəcə keçərlidir. Əks halda yox. Bəli, imanda olduğu sürəcə razıyam və Allah bilirdi ki, onlar imanlarında qalacaqlar və onlara cənnəti vəd etdi. Məğfirəti, bol ruzini, rızasını vəd etdi onlara. Çünki bilirdi ki, onlar axıra kimi imanda qalacaqlar. Allah Taala bilirdisə ki, onlar axıracan imanda qalmayacaqlar, onlara onu yəni vəd etməzdi. Onlara cənnəti vəd etməzdi. Əgər Allah Taala bilirdisə ki, onlar dindən çıxacaqlar, əhdlərini pozacaqlar, bunu vəd etməzdi. Amma vəd edibsə, deməli Allah Taala bilirdi ki, axıra kimi onlar o iman üzərində qalacaqlar. Və misal olaraq bunun əksi Əbu Ləhəbi götürək, Məsəd surəsində ilk nazil olan ayətlər surələrdəndir. O surədə Əbu Ləhəbin cəhənnəm əhli olmasını bildirirkən bu cəhənnəm əhlidir. Əbu Ləhəbin əhli qurusun, qurudu da və cəhənnəm əzabı ilə onu müjdələyir orada. Düzdür? Və bu elə İslamın, yəni Peyğəmbərin sallallahu aleyhi və səlləm dəvətinin ilk günlərində baş verir. Əbu Ləhəb ömrünün axırına kimi iman gətirmədi.
Amma halbuki deyə bilərdi, özünü iman əhli kimi göstərə bilərdi, nifaq, yəni münafiq kimi, münafiqlər kimi edə bilərdi ki, yəni zahirən İslamı göstərib batinən yəni küfrü gizlətməsə ilə. Amma bunu da edə bilmədi. Çünki Allah Taala bilirdi ki, o iman gətirməyəcək və o kafir olaraq da öləcək, axıra kimi də o cür yaşayıb, o cür öləcək. Və onu bilirdi ki, belə öləcək, öncədən də Allah Taala xəbər verdi ki, onun yeri məskəni cəhənnəmdir. Və bunun əksi yenə deyirəm, sahabələr haqqında, mühacirlər, ənsarlar haqqında Allah Taala bilir ki, onlar axıracan imanlarında qalacaqlar və iman üzərində öləcəklər və ona görə də cənnəti vəd etdi onlara. Burada nə var ki? Yəni sənin artıq burada bu cür misallar gətirməyin Allaha cəhalət nisbət etməyindir. Allah Taala yəni bilmirdi ki, bunlar küfr eləyəcəklər və ya dindən çıxacaqlar, mürtəd olacaqlar, nə olacaqlar, yəni bilmirdi və vəd etdi onlara cənnəti. Bu çıxır sənin sözündən. Və ya Allah bilirdi, amma yalan vəd etdi, haşa. Yəni bu sözlərindən, bu gətirdiyin gülünc misallarından bu çıxır. Və üçüncü də, ya da sən elə öz alimlərin kimi Qur'anın təhrifi etiqadındasan. Sən də etiqad edirsən ki, Qur'an təhrif olunub və ona görə səndəki oradakı ayətlər sənin üçün önəmli deyil. Açıq-aşkar bunu deyə bilmirsən və nə deyirsən? Başlayırsan bu cür misallar gətirməyə. Və hətta deyirsən ki, mən Qur'anın təhrifi etiqadında olan o alimlərimin sözlərini, o Qur'anın təhrifi ilə bağlı olan sözlərini götürmürəm, başqa sözlərini götürürəm və dinləyək görək necə deyir bu konkret olaraq. Quran-ı Kərimin təhrifinə etiqad edən alimlərdən kimsə faydalanırsa, o demək deyil ki, Quran təhrifinə etiqad etməsindən də faydalanır. Bu iki mövzu arasında yer ilə göy qədər fərq var. Ola bilər bir nəfər bir alimin başqa fikirlərini qəbul edir, Quran təhrifi haqqında fikirlərini qəbul etmir. Sizin öz aranızda nə qədər ixtilaflar var ki, birini qəbul edə bilərsiniz, digər məsələdə qəbul etməyə bilərsiniz. Yəni Quranın təhrifi etiqadında olan alimlərə sən dinivə etibar edirsən, dini məsələləri ondan götürürsən. Nə olsun ki, sən bu məsələni götürmürsən ki, Quranın təhrifini mən götürmürəm. Zahirdə ki, bunu deyirsən, bəlkə də heç o əqidədəsən, zahirən etdiyin bu, gətirdiyin bu misallardan, danışdığın bu söhbətlərdən o görsənir. Yaxşı, tutaq ki, sən o etiqadda deyilsən, amma o etiqadda olan alimlərdən dinivi götürürsən, dini məsələləri onlara etibar edirsən, rəvayətləri onlardan götürürsən. Hansı ki, sizin məzhəbin mötəbər, qaymaq alimləridir. Və o kafir alimlərə dinivi etibar eləmsən. Biz alimlərimizdən müəyyən şeylər var ki, razı deyilik, götürmürük. Hər kəs xəta eləyə bilər. Xətasını götürmürük və ya məsələ ola bilər ki, müəyyən alimlər belə deyir, o birisilər belə deyir, ixtilaflı məsələ olar, hər hansı bir fiqhi məsələ misal olaraq və bir alimin sözünü götürərik, o birisini götürmərik. Hər kəsin sözü götürürlər də, atılar da Allah Rəsulunun sözündən başqa. Sallallahu aleyhi və səlləm. Hər kəs də xəta eləyə bilər. Baxırıq o Qurana, sünnəyə müvafiqdirsə götürür, müxalif sözü heç kəsdən götürmürük. Amma artıq Qur'anın təhrifi mövzusudursa, adam çıxıb kitab yazırsa ki və o kitabda isbat etməyə çalışırsa ki, bu Quran təhrif olunub və ya elə rivayətlər gətirirlər, elə sözlər deyirlər ki, Quran barəsində biabırçı. Bu artıq küfürdür. Bu insanı dindən çıxardıb kafir eləyir. Sən o kafirlərə dinivə etibar etmirsən. Məsələ fərq bundadır. Sonra deyirsən, məsələni digər istiqamətə yönəltmə. Quran təhrifi mövzusu deyil bu mövzu. Bu yenə gəlir çıxır o məsələyə. Sənin etdiyin bu misallardan, sənin danışdığın bu söhbətdən o çıxır ki, yəni sənin Qur'ana qarşı olan mövqeyin ortaya çıxır. Sən Qur'an ayətlərini heçə sayırsan. Və zahirən də görsənən odur ki, artıq insanda o fikir formalaşır ki, bu adam da elə o alimlərinin etiqadındadır, sadəcə gizlədir, açıq-aşkar buna cəmaata demir. Yenə məsələ gəlir, bağlanır Qur'anın təhrifinə və deyirsən ki, bəhs eləmək istəyirsən, bəhs eləyərik. Bəli, bəhs eləyək, gəl. Gətir, o dediyin o rivayət ki, burada deyirsən, Ömərdən gətir, azaltma gətirərəm, çoxaltma Qur'anda. Ömərin rivayətində gətir, sonra gətir İbn Məsudun rivayətində gətir, mühafizə teyin məsələsini və yox Ayşənin radiyallahu anh rivayətini gətir, o özün bilirsən hansı o keçi ayəti güya yedi nəsə o söhbət. Onu da gətir. Nə gətirsən gətir o rivayətləri. Mən onlara cavab verəcəm, amma mən də sənə gətirəcəm. Mən də sənə sənin kitablarından elə şeylər gətirəcəm ki, sən onlara cavab ver.
Onların hamısının cavabı var. Mən nə gətirəcəksənsə, hansı şeylər gətirəcəksənsə, onları yaxşı bilirəm. Gətir, gəl o danışaq o barədə də. Problem yoxdur, mən hazıram. Odur ki, mövzudan yayınma deyil. Bu hələ mövzunun özüdür. Bu yeni mövzu gəlir buna çıxır. Əsl Quran Mehdi gətirəcək. Orada artıq əsl ayətlər var, səhabələrin yəni pisliyinə dair ayətlər var. Ona görə sən onu gözləyirsən yəqin ki. Yəni başqa bir yol görmürəm. Yəni başqa bir şey görmürəm mən burada. Çünki bu açıq-aşkar ayətlərdir və o ayətləri indi oxuyacağıq inşallah bir neçəsini də. Keçən videomda da bəzilərini gətirdim. Bəzi o ayətləri və bir neçəsini də indi. Və misal olaraq baxın, Ənfal surəsi 8-ci ayət, Ənfal surəsi 74-cü ayətdə Allah Teala buyurur ki: "Vellezina amanu və haceru və cahadu." İman gətirənlər, hicrət eləyənlər və cihad eləyənlər. Mühacirlər, yəni hicrət eləyənlər var burada. Bunlar kim idi? Səhabələr idi, düzdür? Və cahadu fi sabilillah, yəni Allah yolunda cihad eləyənlər və Allah yolunda cihad eləyənlər. Vellezina awaw və nasaru. Bunlar kimlərdir? Sığınacaq verib yardım edənlərə gəldikdə. Yəni ənsarlar, mühacirlərə yardım eləyənlər. Awaw və nasaru. Ulaika humul mu'minuna haqqan. Onlar həqiqi möminlərdir deyir Allah Teala. Yəni mühacirlər və ənsarlar. Lahum məğfiratun və rizqun kərim. Onlara məğfirət vardır və bol ruzi vardır. Deməli Allah Teala vəd etdimi məğfirəti, bol ruzini? Vəd etdi. Kimlərə vəd etdi? Mühacirlərə və ənsarlara. Əbu Bakır mühacirlərdən deyildimi? Ömər mühacirlərdən deyildimi? Osman deyildimi? Hələ bunlardan danış. Muaviyyəyə hələ keçmə. Hələ birinci bu Əbu Bakır, Ömər, Osman bunlardan hələ danış. Siz hələ bunların üzərində bir söhbətimizi bitirək, keçərik Muaviyyəyə də. Mənim də sənə suallarım olacaq. O suallara da sən cavab verərsən. Hələ ki Quran ayətləri ilə danışaq. Səni Quran ayətlərinə yönəldirəm. Çünki Quran ayətlərinin qarşısında acizsiz. Cavab verə bilmirsən. Yəni, Quran ayətlərinin qarşısında aciz qalırsınız. Gələk növbəti ayətə, növbəti surədə, yəni Əl-İmran surəsinin 195-ci ayəsinə baxın. Və bu ayətdə Allah Teala buyurur ki: "Fəllezîne hâceru və ukhricu min diyarihim." Hicrət eləyənlər və diyarlarından çıxarılanlar və uzu fi səbili və mənim yolumda əziyyətlərə düçar olanlar və qatelu və qutilu və mənim yolumda vuruşanlar və öldürülənlər la ukeffiranna anhum seyyiatihim. Onların günahlarından keçəcəm. Və la udkhilannahum cennetin tecri min tahtiha'l anhar və ağacları altından çaylar axan cənnətlərə onları daxil edəcəm. Səvaben min indillah. Allah dərgahından bir mükafat olaraq. Vallahu indehu husnus sevab. Ən gözəl, ən yaxşı mükafat da Allah dərgahındadır, Allahın yanındadır. Baxın, burada da hicrət eləyənlər, yəni mühacirlərdən gedir söhbət, o sahabələrdən gedir söhbət. Hicrət eləyənlər və həmçinin diyarlarından o çıxarılanlar, əziyyətlərə düçar olanlar, Allah yolunda vuruşanlar və Allah yolunda vuruşub öldürülənlər, Allah Teala onlara vəd eləyir. La ukeffiranna anhum seyyiatihim. Onların deyib günahlarından keçəcəm. Onları cənnətlərə daxil eləyəcəm. Altından çaylar axan cənnətlərə. Keçək növbəti ayətə. Ən-Nəhl surəsi 41-ci ayətə baxaq. Allah Teala yenə burada mühacirlər haqqında buyurur ki, zülmə məruz qaldıqdan sonra Allah yolunda hicrət edənlərə gəlincə, kimlərdir bunlar? Mühacirlər. Biz onları dünyada gözəl bir şəkildə məskunlaşdırarıq. Axirət mükafatı isə şübhəsiz ki, daha böyükdür. Yəni Allah Teala onlara axirətdə də cənnəti vəd eləyir, axirət mükafatı deyir. Kaş biləydilər deyir. Ləv kənu ya'lemun, yəni kafirlər kaş ki bunu biləydilər. Və daha sonra Həşr surəsinə qayıdaq. Keçən videomda da bu ayətləri gətirdim. Həşr surəsi 8-ci ayətdə Allah Teala mühacirlərdən danışır. Yəni yurtlarından qovulmuş mühacirlərə qənimətdən pay olmasını, onlara da pay düşməsini və bu qənimətlər deyir, yurtlarından qovulmuş, çıxarılmış, Allahdan mərhəmət və rıza diləyən,
Allaha və onun peyğəmbərinə yardım edən, kömək edən yoxsul mühacirlərə məxsusdur. Və nə deyir? Onlar doğru olan, yəni sadiqlərdir onlar. Ulaikə humus sadiqun deyir. Onlar sadiqlərdir. Bu ayət mühacirlərdəndir. Onlar haqqında Allah Taala danışır, buyurur. Və bundan sonraki ayətdə, Həşr surəsinin 9-cu ayəsində Allah Taala ənsarlardan danışır. Və buyurur ki: "Vellezine tebevve'ud-dara vel-imana min qablihim yuhibbun men hacira ileyhim." Onlardan əvvəl, yəni mühacirlərdən əvvəl yurt salmış, yəni Mədinədə yurt salmış və iman gətirmiş kimsələr, ənsarlar yəni, öz yanlarına hicrət edənləri, yəni mühacirləri sevərlər. Yuhibbun men hacira ileyhim, yəni onlara tərəf hicrət edənləri sevərlər. وَلَا يَجِدُونَ فِي صُدُورِهِمْ حَاجَةً مِمَّا أُوتُوا. Və onlara verdiklərinə görə, onlara verdikləri o şeylərə görə ürəklərində bir sıxıntı çəkməzlər. Sıxıntı duymazlar. وَيُؤْثِرُونَ عَلَى أَنفُسِهِمْ وَلَوْ كَانَ بِهِمْ خَصَاصَةٌ. Özləri ehtiyac içində olsalar belə onları özlərindən üstün tutarlar. وَمَنْ يُوقَ شُحَّ نَفْسِهِ فَأُولَٰئِكَ هُمُ الْمُفْلِحُونَ. Nəfsinin tamahkarlığından qorunub saxlanan kimsələr məhz onlar nicat tapanlardır. Deməli bu ayətdə ənsarlardandır. Allah Taala ənsarları da məth edir. Növbəti ayə 10-cu ayət. وَالَّذِينَ جَاءُوا مِنْ بَعْدِهِمْ. Yəni onlardan sonra gələnlər, mühacirlərdən, ənsarlardan sonra gələnlər, sonraki nəsillər olsun. Hətta bu günümüzə kimi bizə də aiddir bu. Mühacir ola bilmədik, ənsar ola bilmədik. Amma bu ayətdə vəsf olunanlardan ola bilərik. Siz isə məhrumsuz. Siz bu ayətdə vəsf olunanlardan ola bilmirsiniz. Siz bunun əksini edirsiniz. Allah Taala buyurur ki: "Vellezine ca'u min ba'dihim yaqulun Rabbana ighfir lana ve li ikhwanina allazina sabaquna bil iman. Ve la tec'al fi qulubina ghillan lillezina amanu. Rabbana innaka raufur rahim." Onlardan sonra gələnlər, yəni mühacir və ənsarlardan sonra belə deyərlər, belə dua eləyərlər: "Ey Rəbbimiz, bizi və bizdən əvvəl iman gətirmiş qardaşlarımızı bağışla. Bizim qəlblərimizdə iman gətirənlərə qarşı kinə yer vermə. Ey Rəbbimiz, sən həqiqətən də şəfqətlisən, mərhəmətlisən." Və bu ayət bizə nəyi öyrədir? Allah Taala bu ayətdə bizə nəyi öyrədir? Biz onlar üçün dua etməliyik və qəlblərimizdə onlara qarşı kin saxlamamalıyıq. Amma siz bu ayətə əməl etməkdən məhrum olmusunuz. Siz deyə bilmirsiniz ki, Allahım o sahabələrə qarşı bizim qəlbimizdə kin saxlama, həsədə yer vermə, onları bağışla, mühacirləri, ənsarları bağışla. Siz belə dua eləyə bilmirsiniz. Siz bunun əksini edirsiniz, lənət edirsiniz onlara, yəni mürtəd deyirsiniz, dindən çıxdılar. Və mən keçən videomda da dedim ki, biz səhabələri məsum saymırıq, onların xətaları olub. Və bizə düşən bu ayətlərə əməl etməkdir. Bağışlanma diləməkdir onlar üçün. Qəlblərimizdə onlara kin saxlamamaqdır. İnsan idilər, məsum deyirlər, xətaları var idi. Və hətta Allah Taala onların müəyyən xətalarının olduğunu və o xətaları bağışladığını Quran-Kərimdə bizə bildirir. Və misal olaraq Tövbə surəsinin 117-ci ayəsində Allah Taala buyurur ki, müsəlmanlardan bir qrupun qəlbləri əyriliyə meyl etmək üzrə ikən peyğəmbərin və çətin vaxtda ona tabe olan mühacirlərlə ənsarın tövbəsini şübhəsiz ki Allah qəbul etdi. Sonra da onları bağışladı. Həqiqətən Allah onlara qarşı çox şəfqətli və mərhəmətlidir. Yəni səhvləri olub və biz də onlar üçün bağışlanma diləməliyik, qəlblərimizə kin saxlamamalıyıq və hətta o səhvlərdən də misal olaraq Peyğəmbər Tabuk səfərinə çıxarkən münafiqlər gəlib yalandan üzürlü olduqlarını bəyan etmişlər və o da onlara izin vermişdi və münafiqlərin bu hərəkətinə aldanan bəzi müsəlmanlar yəni tərəddüd olmuşdular da və sonra isə peşman olub tövbə elədilər və Allah Taala da onların tövbəsini qəbul etdi. Və nə deyir Allah Taala onlara qarşı çox şəfqətlidir, çox mərhəmətlidir. Və yenə bu ayətlərdən gətirmək olar, nə qədər ayətlər gətirə bilərəm. Sahabələrin fəzilətinə dair və Allahın onlara verdiyi vədə dair ayətlər. Sadəcə nədir üz döndərirsiniz bu Quran ayətlərindən, yapışmısınız müəyyən rivayətlərdən. Filankəs filankəsə belə dedi, Ömər qayıtdı Əbu Hüreyrəyə dedi ki, ey Allahın düşməni, ayətləri qoyursuz qırağa. Və keçən səfər mən bu Ömərlə
Əbu Hureyra arasında olan bu məsələyə cavab verdim. O Ömər ki, radiyallahu anh, əcməin. Əbu Hureyra deyir ki, Allahın düşməni. O da qayıdır deyir ki, mən Allahın düşməni deyiləm. Yəni o nəyə görə deyir? Orada müəyyən o mal məsələləri olur. Sən cəmaatın malını mı götürmüsən belə bir şeylə? Sanki onu ittiham eləyir və deyir, Allahın düşmənisən, niyə bilirsən? Və o da deyir ki, vallahi mən Allahın düşməni deyiləm, mən belə etməmişəm. Bu cür bir məsələ olur. Və qayıtdım, mən də dedim ki, olur sahabələrin arasında belə bir şeylər olub. Xüsusən də Ömər radiyallahu anhu xasiyyəti biraz sərt olub. Və yenə də müsəlmanların mənfəətini düşünüb həmişə. Və sərt şəkildə Əbu Hureyra deyir. Ona qalsa, Quran-ı Kərimdə də var. Musa ilə Harun aleyhisselam aralarında olan bu məsələ. Saçından, saqqalından tutur, çəkir özünə. Harun da deyir ki, məni cəmaatın içində biyabır eləmə. Yəni bu cür diyaloq olur sərt şəkildə bunların arasında, cəmaatın içində. Yəni o qoluna qalsa peyğəmbərlərin də arasında olur da. Qayıdıb deyirsən ki, onlar peyğəmbər idi, orada o başqa, bu məsələnin niyə dəxli, bu məsələyə dəxli yoxdur. Niyə dəxli yoxdur? Elə yaxşı da dəxli var. Onlar hətta peyğəmbər idilər. Bunlar səhabə. Bunlar onlara çata bilməz. Peyğəmbərlərin arasında belə şey varsa, olubsa, elə bir məsələ. Bunların da arasında olmalıdır da. Sonra sizin kitabdan da gətirdim ki, Əli radiyallahu anh İbn Abbasa yazdığı məktub. Ona sərt şəkildə nə deyir? Səni öldürərəm deyib, qılıncı soxaram sənə deyir. Mənim deyir, bu qılıncım kimə dəyəcək, cəhənnəmə gedir. Yəni kimi ki mən bu qılıncla vurdumsa, o gedir birbaşa cəhənnəmə. Mən sizin kitablarında bunu gətirdim. Yəni Əli radiyallahu anh sərt şəkildə İbn Abbasa belə bir söz də deyib. Və belə bir şeylər olub. Və bizə düşən nədir? Və az öncə oxuduğum bu ayətə əməl etməkdir. Bizi və bizdən öncə iman gətirmiş qardaşlarımızı bağışla. Və qəlblərimizdə onlara qarşı kin qüdrətə yer saxlama. Və budur yol. Quran bizə bunu göstərir. Və sonra o ayət ki var, Allah Taala deyir, möminlərdən iki dəstə bir-birinə vuruşsalar, yəni aralarına gedin, onları barışlayın, islah edin aralarını. Yəni möminlərdən də bir-birləri ilə vuruşa bilərlər. Fitnə olar, nəsə olar, vuruşarlar. Amma ikisi də mömin olaraq da qalır. Gətirdin, saldın Muaviyəni bura. Sən birinci sübut elə ki, Muaviyə mömin idi. Ümumi danışıram hələ ki, Muaviyəyə də gələcəm. Ümumi danışıram. Muaviyəni qoy qırağa. Möminlə vuruşması yəni daha şiddətlidirmi? Yoxsa bir möminin bir möminə ağır bir kəlmə söyləməsi və ya ona belə deyək, təhqir edici bir söz deməsi hansı daha şiddətlidir? Təbii ki, vuruşması, bir-birinə qılınc çəkməsi daha şiddətlidir. Və buna baxmayaraq Allah Taala iman vəsfini onların üzərindən götürmür, baxmayaraq ki, onlar bir-birinə qılınc qaldırıb bir-birini öldürüblər. Mömin adlandırır ikisini də. Və ayətin ardınca nə deyir? Möminlər həqiqətən də qardaşdılar deyir. Yəni qardaşlarımızın arasını islah edin, barışdırın onları. Və sonra deyirsən ki, və sahabələr bu ayətləri başa düşmədilər. Sən başa düşdün. Niyə onda onlar bu ayətləri ola onlar belə bir-birinə belə şeylər etdilər, belə sözlər dedilər, nə bilim filan kəsə belə dedi, o ona belə dedi. Onu mən də deyə bilərəm ki, niyə onda Fatimə radiyallahu anhə bilirdi də Əli radiyallahu anh cənnət əhlidir. Və niyə aralarında söz-söhbət olurdu? Niyə ona buğz etdi, şikayət etdi gedib Peyğəmbərə sallallahu aleyhi və səlləm? Və gəlir sizin kitablarınızda gəlir. Yəni bu ehtimalları götürüb ki, niyə bu belə elədi, o elə elədi, bilmirdimi, bu bir şeylər var. Ehtimalları götürüb yəqinliyi qırağa qoymaq olmaz. Yəqinlik bu Quran ayətləridir. Ehtimallar da o niyə belə elədi, bilmirdimi belədir. Bu hamısı ehtimallardır. Biz ayətləri götürürük, Allahın vədini götürürük və Allahın bizə göstərdiyi yolu götürürük ki, bizim mövqeyimiz necə olmalıdır bu sahabələrə qarşı. Xüsusən də bu mühacir və ənsarlar haqqında ki, bu fəzilətlər varid olub, siz o mühacir ənsarları belə nə gəldi deyirsiniz onlar haqqında. Sonra deyirsən, biz hamısı sahabələrə demirik ki, onlar mürtəd oldu, dindən çıxdı. O rəvayət var, ki, deyirsən, 7 nəfərdən, 8 nəfərdən başqa hamısı mürtəd oldu. Onun da cavabı var. Mən bilirəm onun cavabı. Siz necə cavab verirsiniz, o təddə kəlməsini necə istifadə. Onun hamısını bilirəm. Gətirəcəksən cavabı verəcəm.
Ora da gələcəm. Sən belə deyirsən, sən elm əhlindən biri də Elxan çıxıb deyir ki, bəs 7 nəfərdən başqa, 8 deyir 7 nəfər, hamısı deyir mürtəd oldu. Miqdad idi, deyir, salamat qalan Miqdad idi, Əbu Zər idi, sonra Salman idi və s. adlar çəkir. Onlar idi elə mömin olaraq qalan. Qalan hamısı getdi. Mürtəd oldu, getdi. Ya sən qələt eləyirsən, ya o qələt eləyir də, 200-dən bir üz. Yəni bir aydınlaşdırın görək neçə nəfəri siz müsəlman görürsüz, neçə nəfəri siz salamat görürsüz, qalanın hamısı mürtəd. Biriniz belə deyirsə, biriniz elə. Rivayətlərimiz də var. Gətir o rivayətlərin, mən də gətirəcəm sənə gələn videolarımda. Sənin cavabı da bilirəm nə deyəcəksən. O necə fıradırsız kəlmələri, ona da cavabımız var. Və ya istəyir hovuz hədisi olsun, sən bilmirsən onlar səndən sonra nə etdilər. Əhl-i riddə məsələsi olsun, kimlər idi o riddə əhli, mürtəd olanlar, onlara qarşı vuruşanlar kim idi, kimlər idi. Bu geniş bir mövzudur. Bunu da artıq gələn videoda bu məsələyə də toxunacağam inşallah. Səhabələr məsələsi, sahabənin tərifi. Tərifi gətiririk ki, bizə görə sahabə Peyğəmbər sallallahu əleyhi və səlləmi görəndir, iman gətirərək, mömin olaraq Peyğəmbəri görən və o iman üzərində də ölən. Sahabənin tərifi budur. Deyirsən, onu hardan çıxartdın? Yaxşı, sən dinən, nədir onun tərifi? Sahabənin tərifi nədir? Sənə görə nədir sahabənin tərifi? Deyirsən ki, neyinirsən ki, mənim tərifim? Necə olur bu? Nətər yəni, neyinirəm mən sənin tərifimi? Sən mənim tərifimə irad bildirirsən ki, bunu hardan çıxartdın? Mən deyirəm ki, yaxşı, sən dinən. Nədir düzgünü? Yaxşı, düzgünün sən dinən ki, sahabənin tərifi bax budur. Sən dinən, mən ondan sonra sənə cavab verəcəm. Videonun uzun olmasını istəmirəm, ona görə bu qədər kifayətdir. Və yenə etiraz etsə, cavabını verəcəyik inşallah. Orada deyir, filan şeyə cavab vermədin, o şeyə cavab vermədin. Cavab verəndə də deyir, bu nə əlaqəsi var? Halbuki hamısının elə bir-birindən əlaqəsi var. Və cavablar Quran ayətləridir. Quran ayətlərinə qayıt, cavabları görəcəksən inşallah. Yenə etirazı olsa, cavab verəcəyik dediyim kimi inşallah.